Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Deməli, buraxılış imtahanından dərhal sonra, yəni mart ayının 16-sından etibarən sınaq qruplarımız, baxın diqqətli olun, sürət qrupları demirəm, sınaq qruplarımız fəaliyyətə başlayır. Həftənin 6 günü sizlərlə onlayn şəkildə sınaqlar işləniləcək. Siz doğru və yanlış cavablarınızı görəcəksiniz. Daha sonra isə həmən sınağın izahını izləyə biləcəksiniz. Ətraflı məlumat üçün 050 453 56 37 WhatsApp nömrəsinə yazmağınız kifayətdir. Odur ki, söhbəti daha da çox uzatmayaq və başlayaq mövzumuza. Birinci sualda deyilir ki, uzunluğu L olan düz naqil induksiyası B olan bir cins maqnit sahəsində V sürəti ilə hərəkət etdirildikdə yaranan induksiya elektrik hərəkət qüvvəsi hansı ifadə ilə təyin olunur? İnduksiya elektrik hərəkət qüvvəsi B vurulsun L vurulsun V sinus alfa ifadəsi ilə təyin olunur. Yəni, maqnit induksiya vektoru, naqilin uzunluğu, naqilin hərəkət sürəti və naqilin induksiya vektoru ilə sürət vektoru arasında qalan bucağın sinusunun hasilinə bərabərdir. Sualımızın cavabı da Y variantı olmalıdır. Davam edirik ikinci sualla. Bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə bərabər sürətlə hərəkət etdirilən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin naqilin uzunluğundan asıllıq qrafiki hansıdır? Deməli, induksiya elektrik hərəkət qüvvəsi perpendikulyar dediyi üçün daha sinusu yazmağımıza gərək yoxdur. B, L, V ifadəsi ilə hesablanır. Və biz buradan görərik ki, induksiya elektrik hərəkət qüvvəsi naqilin uzunluğundan düz mütənasib asılıdır. Bu da sualımızın cavabının Y variantı olması anlamına gəlir. Üçüncü sualda, bir cins maqnit sahəsində hərəkət edən naqildə induksiya cərəyanı hansı qüvvənin təsiri ilə yaranır? Bu, Lorentz qüvvəsidir. Nəyə görə? Çünki maqnit sahəsində hərəkət edən yüklü zərrəcə Lorentz qüvvəsi təsir göstərir. Əgər bir dənə naqil maqnit sahəsində hərəkət etdirilirsə, bu naqil də yüklü zərrəciklərdən təşkil olunubsa, o zaman hər bir yüklü zərrəciyə Lorentz qüvvəsi təsir edir. Məsələn, sürətin istiqaməti bu tərəfə doğru, buna təsir edən Lorentz qüvvəsi, məsələn, yuxarı doğru. Yəni, naqil boyunca hər bir yüklü zərrəciyə Lorentz qüvvəsi təsir etdiyi üçün induksiya cərəyanı yaranmış olur. Sualımızın cavabı da Y variantıdır deyə bilərik. Dördüncü sualda, bir cins maqnit sahəsində hərəkət edən naqildə induksiya elektrik hərəkət qüvvəsi hansı qüvvənin təsiri ilə yaranır? Bayaq da dediyimiz kimi Lorentz qüvvəsinin təsiri ilə yaranır. Beşinci sualda, bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət etdirilən naqilin sürəti hansı ifadə ilə təyin olunur? Epsilon bərabərdir B, L, V ifadəsinə əsasən naqilin sürətini tapsaq V bərabərdir epsilon bölünsün B vurulsun L yaza bilərik. Yəni, sualımızın cavabı C variantı olar. Altıncı sualda, naqilin bir hissəsi bir cins maqnit sahəsində hərəkət etdirildikdə onda induksiya cərəyanı yaranır. Naqil hansı istiqamətdə hərəkət etdirilir deyir bizə. Naqildə yaranan induksiya cərəyanın istiqaməti sağ əl qaydası ilə təyin olunur. Sağ əlimizin 4 barmağı cərəyan istiqamətində, baş barmağımız isə naqilin hərəkət istiqamətində yönəlməlidir. Ona görə də cismin, daha doğrusu naqilin sürət vektoru sağa doğru yönəlməlidir və sualımızın cavabı C variantı olmalıdır. 7-ci sualda, yenə də naqil hansı istiqamətdə hərəkət edir deyir. Deməli, x-lər olduğu üçün sağ əlimizin içini görəcəyik. 4 barmaq sürət vektorunu, baş barmaq, 4 barmaq daha doğrusu cərəyan istiqamətini, baş barmaq isə sürət istiqamətini göstərməlidir. Ona görə də sualımızın cavabı A variantı olmalıdır. 8-ci sualda yenə sağ əl qaydasından istifadə edirik. 4 barmaq induksiya cərəyanının istiqaməti, baş barmaq isə sürətin istiqamətini göstərir.
Dört barmağımız yuxarı doğru yönəldiyi üçün induksiya cərəyanı yuxarı doğrudur deyə bilərik. 9-cu sualda bir maqnit sahəsində hərəkət etdirilən naqildə yaranan induksiya cərəyəni hansı istiqamətdədir? Sağ əl qaydasından istifadə edirik. Dörd barmağımız induksiya cərəyəni istiqamətində, baş barmağımız isə sürət vektoru istiqamətində yönəlməlidir. Dörd barmağımız sola doğru olduğu üçün induksiya cərəyanı sola doğru yönəlməlidir. 10-cu sualda aktiv hissəsinin uzunluğu 1 metr olan düz naqil birinci maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar istiqamətdə 5 metr bölü saniyə sürətlə hərəkət etdirildikdə, onda yaranan induksiya elektrik hərəkət qüvvəsi 2 volt olarsa, maqnit sahəsinin induksiyasını hesablayın. B bərabərdir, epsilon bölünsün L vurulsun V. Bu da bərabərdir, elektrik hərəkət qüvvəsi 2 volt, naqilin uzunluğu 1 metr, sürəti 5 metr bölü saniyə. Bu da 2 bölü 5, yəni 0,4 Tesla deməkdir. 11-ci sualda bir hissəsi bir cins maqnit sahəsində hərəkət etdirilən naqildə induksiya cərəyəni yaranır. Naqil hansı istiqamətdə hərəkət etdirilir? Sağ əl qaydasından istifadə edərək 4 barmağımız deyirik induksiya cərəyəni istiqamətindədir. Baş barmağımız isə naqilin hərəkət istiqamətini göstərir. Ona görə də sualımızın cavabı C variantıdır deyə bilərik. 12-ci sualda soruşulur ki, naqil hansı istiqamətdə hərəkət etdirilir? Sağ əl qaydasından istifadə edirik. 4 barmaq induksiya cərəyəni istiqamətini, baş barmaq isə naqilin hərəkət istiqamətini göstərir. Ona görə də deyə bilərik ki, naqil yuxarı doğru hərəkət etdirilir. Yəni sualımızın cavabı B variantıdır. 13-cü sualda volt bölünsün Tesla vurulsun metr ifadəsi hansı fiziki əhəmiyyətin vahidinə uyğundur? Volt elektrik hərəkət qüvvəsinin vahidinə uyğundur. Tesla maqnit induksiyasının vahidinə uyğundur. Metr isə uzunluq vahidinə uyğundur. Və bu nisbəti tapanda V, yəni sürət alınır. Ona görə də D variantı sualımızın cavabıdır. 14-də bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət etdirilən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin naqilin hərəkət sürətindən asılılıq qrafiki hansıdır? Epsilon bərabərdir BLV. Sinusu yazmıram perpendikulyar sözünə görə. Buradan görürük ki, induksiya elektrik hərəkət qüvvəsi naqilin hərəkət sürəti ilə düz mütənasib asılıdır. Ona görə də A variantı sualımızın cavabıdır. Gəldik 15-ci suala. Bir cins maqnit sahəsində hərəkət etdirilən naqillərdə yaranan induksiya elektrik hərəkət qüvvəsi arasında hansı münasibət doğrudur? İnduksiya elektrik hərəkət qüvvəsi BLV ifadəsi ilə hesablanır. Burada naqilin uzunluğu L, sürəti V qədər. O zaman buna epsilon desək, burada naqilin uzunluğu 2 dəfə, sürəti də 2 dəfə böyükdür. Yəni uzunluğu da 2 dəfə artırdıq, sürəti də 2 dəfə artırdıq. O zaman elektrik hərəkət qüvvəsi 4 dəfə artmış olar və 4 epsilon olar. Epsilondan 4 epsilona, yəni 4 dəfə böyükdür. Ona görə də deyə bilərik ki, epsilon 2 bərabərdir 4 epsilon 1. Sualımızın cavabı C variantıdır. 16-da bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti etdirilərkən verilmiş naqilin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafikin bu naqilin uclarında yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılığını ifadə edir? Elektrik hərəkət qüvvəsi BLV ifadəsi ilə hesablanır və biz buradan görürük ki, induksiya elektrik hərəkət qüvvəsi naqilin hərəkət sürəti ilə mütənasibdir. Sürətin zamandan asılılıq qrafiki hansı formadadırsa, elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki də həmən formada olmalıdır. Yəni sualımızın cavabı B variantıdır. Bu həmişə belədir. Sürət zamandan necə asılıdırsa, induksiya elektrik hərəkət qüvvəsi də zamandan həmən formada asılıdır. Söhbət təbii ki, induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət etdirilən naqildən gedir. Davam edirik 17-ci sualla. Burada yer dəyişmənin zamandan asılılığı verilib. Bu necə hərəkət edir? Yeyinləşən hərəkət edir. Yer dəyişmənin zamandan asılılıq qrafikinə əsasən deyə bilərik ki, bu yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdə sürətin zamandan asılılıq qrafikini çəkirəm. Bu sürət zaman qrafikidir. Bu qrafikə əsasən də induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafikini seçə bilərik. 18-ci sualda
Burada yer dəyişmənin zamandan asıllıq qrafikinə əsasən deyə bilərik ki, cisim düzxətli bərabər sürətli hərəkət edir. Düzxətli bərabər sürətli hərəkət zamanı sürətin zamandan asıllıq qrafiki bu formadadır. Ona görə də elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki də həmən formada olur. 19-cu sualda induksiya elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki hansı formadadırsa, sürətin zamandan asıllıq qrafiki də həmən formada olmalıdır. 20-ci sualda burada induksiya elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki verilib. O zaman biz sürətin zamandan asıllıq qrafikini də həmən formada çəkə bilərik. Deməli, cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkət isə bərabər təcilli hərəkətin növüdür. Bərabər təcilli hərəkətin, yəni təcil sabit olmalıdır. 21-ci sualda burada induksiya elektrik hərəkət qüvvəsinin zamana görə sabit qaldığını görürük. O zaman sürətin də zamana görə sabit qaldığını deyə bilərik. Əgər sürət sabitdirsə, o zaman təcil sıfırdır və sualın cavabı A variantı olmalıdır. 22-ci sualla davam edirik. İnduksiya elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki verilib. Elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki hansı formadadırsa, sürətin zamandan asıllıq qrafiki də həmən formada olmalıdır. Bu, düzxətli bərabər sürətli hərəkətin sürət zaman qrafikidir. Sürət zaman qrafiki bu formadadırsa, o zaman düzxətli bərabər sürətli hərəkətdə yer dəyişmə bilirik ki, zamanla düz mütənasib asılıdır. Ona görə də sualımızın cavabı Y variantı olmalıdır. Davam edirik 23-cü sualla. Burada təcilin sabit olduğunu görürük. Yəni cisim bərabər təcilli hərəkət edir. Bərabər təcilli hərəkətdə ola bilər bərabər yeyinləşən, ola bilər bərabər yavaşlayan. Biz bərabər yeyinləşən qəbul etsək, sürətin zamandan asıllıq qrafiki deyərik ki, bərabər yeyinləşən də bu formadadır. Ona görə də elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki də həmən formada olmalıdır. 24-də, baxın bu yer dəyişmənin zamandan asıllıq qrafikidir. Bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə sürət zaman qrafikini çəkirəm. Sürət zaman qrafiki hansı formadadırsa, induksiya elektrik hərəkət qüvvəsinin və induksiya cərəyanının qrafiki də həmən formada olmalıdır. 25-də, yer dəyişmənin zamandan asıllıq qrafikinə əsasən bu hərəkət növünün düzxətli bərabər sürətli hərəkət olduğunu deyə bilərik. Düzxətli bərabər sürətli hərəkətdə sürət zamandan asılı deyil. Ona görə də induksiya cərəyanının qrafiki də həmən formada olmalıdır. Gəldik 26-cı suala. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Naqil maqnit sahəsində hərəkət etdikdə onun elektrik yükləri, sərbəst yükləri də naqillə birlikdə hərəkət edir və bu səbəbdən hər bir yükə Lorentz qüvvəsi təsir edir və naqildə induksiya elektrik hərəkət qüvvəsi yaranır. Naqildə yaranan induksiya cərəyanının istiqaməti sağ əl qaydası ilə müəyyən olunur. Sağ əli elə tutmaq lazımdır ki, induksiya vektoru ovuca daxil olsun. 90 dərəcə açılmış baş barmaq hərəkət istiqamətində, yəni sürət vektoru istiqamətində yönəlməlidir. Deməli, naqilin hərəkət istiqamətində yönəlməlidir. Açılan 4 barmaq isə induksiya cərəyanının istiqamətini göstərməlidir. 4, 5, bir saniyə burada hardasa. Deməli, maqnit induksiya vektoru ovuca daxil olmalıdır. Bax, burada 2 yazmalıyıq. İndi düzəldi. 4, 5, 2, 3, 1. Yəni, sualımızın cavabı C variantı olmalıdır. 27-də deyilir ki, AB metal naqil bir cins maqnit sayəsində sabit sürətlə hərəkət etdirilir. Onun A və B uclarında hansı işarəli yüklər ilə yüklənir? Bunun sadə variantı, sadə həll yolu odur ki, biz Lorentz qüvvəsindən istifadə edək. Məsələn, tutalım ki, burada bir dənə müsbət yüklü zərrəcik var və sürətin istiqaməti də sağa doğru göstərilib. Lorentz qüvvəsinin istiqaməti sol əl qaydası ilə müəyyən olunur. 4 barmağımız sürət vektorunu göstərəndə baş barmağımız da qüvvənin istiqamətini göstərir. Yəni, bu müsbət yüklü zərrəciyə aşağı doğru Lorentz qüvvəsi təsir edir. Ona görə müsbət yüklü zərrəciklər aşağı doğru çəkilir, çünki onlara təsir edən Lorentz qüvvəsi aşağı doğrudur. Yuxarıda da mənfi olur. Yəni, A ucu mənfi, B ucu isə müsbət yüklə yüklənir və sualımızın cavabı B variantı olur. 28. Uzunluğu L olan naqil bir cins maqnit sahəsində bərabər yeyinləşən hərəkət etdirilir. Hansı qrafik naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin modulunun zamandan asıllığına uyğundur? Bərabər yeyinləşən hərəkətdə sürətin zamandan asıllıq qrafiki
bu formadadır. O zaman induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki də həmən formada olmalıdır. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.